Biz böyüdük. Hər şey düz 5 il əvvəl başladı. Əlimizdə çiçək dəstələri, çiynimizdə özümüzdən böyük çantalar var idi. Bir-birimizə qəribə baxırdıq. Kimsə ağlayırdı, kimsə anasının əlini buraxmırdı. Heç bilmirdik ki, bu qapıdan içəri girəndə ömürlük dostlar qazanacağıq. Sonra böyüdük və bir ailə olduq. Hərənin öz xasiyyəti, öz özəlliyi var idi. Məsələn, Sübhanı bir çoxlarınız tanıyırsınız. Amma onun bir sirrini açım. Sübhan hazırlıq sinifinə gələndə elə hey ağlayırdı. Amma yuxarı siniflərə addımladıqca Sübhan tamamilə dəyişdi. İndi musiqi onun həyatıdır. Musiqi səsi eşidən kimi bədəni öz-özünə rəqs etməyə başlayır. Elə bil sinifimizin canlı maqnitofonudur. Sinifin enerjisi. Hər vəziyyətdə güləcək bir səbəb tapan Nihatdan danışın. Nihat sinifin canlı radiosudur. Onun üçün səssizlik anlayışı yoxdur. Sinifə daxil olandan evə gedənə qədər hər mövzuya mütləq bir şərhi var. Müəllim tərəfindən hər xəbərdarlıq alanda verdiyi klassik və məsum cavab onun vizit kartıdır. Əgər sinifimizdə bir təcili yardım və ya sürət qatarı axtarırsınızsa, o Əsmərdir. Hamı hələ işin nə olduğunu başa düşməmiş, Əsmər artıq işi bitirib, alnı açıq, üzü ağ yerinə əyləşir. Sürətinə və qoçaqlığına söz ola bilməz. Elə bil süper qəhrəmandır. Sıra gəldi sinifimizin əsl sülh səfirinə, yəni Elmirə. Bu uşaq o qədər sakitdir ki, sinifdə tufan da qopsa yerindən tərpənməz. Elə bil başqa planetdədir. Hətta uşaqlar da onun bu sakit dünyasına hörmət edir. Amma bir sirri var. Müəllim ona tərəf dönüb bir sual soruşan kimi gözlərinin yaşı dərhal kiprinin ucunda gözləyir. Aylin isə dərsin ortasında ruhən sinifi tərk edib kosmosa səyahətə çıxırdı. Müəllim adını çəkəndə elə bil yuxudan ayılıb, "Bəli müəllim, mən də elə onu deyirdim" cavabı hamımızı güldürürdü. Bizim Elmurad haqqında danışırıqsa, orada dayanıb biraz düşünmək lazımdır. Əlbəttə ki, əlimizdə dadlı bir şey varsa, onun üçün həyatın başlanğıcı və sonu, kainatın mərkəzi elə mətbəxdir. Sıra gəldi sinifin ağsaqqalına. Sinifdə hər hansı bir səs-küy qopanda və müəllim Raulun adını çəkəndə, "Ay müəllim, nə etdim?" deyərək özünü müdafiə edir. Sanki dünyadakı bütün günahsızların rəmzi elə Raulun özüdür. Sinifin ən maraqlı simalarından biri Mehmandır. O təkcə şagird deyil, həm də kiçik bir aktyordur. Onun canlandırdığı obrazlar, etdiyi jestlər və mimikalar hər kəsi güldürməyi bacarır. Sanki səsində xüsusi bir cazibə var. Əgər sinifimiz bir film olsaydı, Mehman mütləq baş rollardan biri olardı. Növbəti qəhrəmanımız ikisi birində möcüzəsi olan Yunusdur. Çünki Yunus elə bir uşaqdır ki, onu həm əlində gələn misal həll edən, həm də boynunda qızıl medallarla çempionluq kürsüsündə görmək olar. Yəni, Yunus hər iki cəbhədə birinci yerin sahibidir. Hələ müəllim kim lövhəyə çıxmaq istəyir? Soruşanda hamımız qəhrəman kəsilirdik. Amma sual çətin olanda hamı birdən yerə baxmağa başlayırdı. Sanki partanın altında qızıl axtarırdıq. Ən böyük xoşbəxtliyimiz isə tənəffüs zəngi deyildi. Müəllimin "Uşaqlar, bugün iclasım var, sizi tez buraxacağam" deməsi idi. Çünki adi günlərdə dərsdən tez çıxmaq bizim üçün əlçatmaz bir xəyal idi. Çünki monitorinq imtahanlarımız var idi.
ona hazırlaşırdıq. Dərsin bitməsinə baxmayaraq 45 dəqiqə gec çıxırdıq. Bax, elə buna görə də müəllimin o sözü bəs edirdi ki, hamımız eyni anda sanki qəfəsdən qurtulmuş quşlar kimi azadlığa qavuşaq. Amma bütün bu səs-küyə tab gətirən, bizə dözən tək bir insan var idi. Əziz müəllimimiz. Biz səs salanda hirslənmiş kimi baxsa da, gözlərindəki o sevgini həmişə hiss edirdik. Bizi təkcə oxumağı, yazmağı öyrətmədi. Yıxılanda ayağa durmağı, paylaşmağı və ən əsası yaxşı insan olmağı öyrətdi. Müəllim, biz bəzən çox səs saldıq, sizi çox yorduq, amma sizi çox sevdik. Budur, artıq 4-cü sinif bitir. İbtidai sinif xatirəyə çevrilir. Biz yuxarı siniflərə qalxırıq. Başqa müəllimələrimiz olacaq. Bəlkə partalarımız dəyişəcək. Amma bu 5 ildə qurduğumuz dostluq, bu sinif otağının qoxusu və bizim o uşaq gülüşlərimiz heç vaxt unudulmayacaq. Sağ ol doğma sinifimiz, əlvida Nuranə müəllimimiz.